Salam, hər vaxtınız xeyir, Prizma izləyiciləri. Biz yenidən sizin qarşınızdayıq. Bu həftə baş verən xəbərləri də Murad və Sevincin təqdimatında sizlərin nəzərinə çatdıracağıq. Buyur Murad, keçid edək xəbərlərimizə. Mən də öz növbəmdə Empa TV-nin dəyərli izləyicilərini salamlayıram. Prizmadasınız. Bu həftə də ənənəyə sadiq qalaraq həftənin əsas xəbərlərini sizlər üçün şərh eləyib və çatdıracağıq. İlk xəbərimizdən başlayırıq. İrana 30 tona yaxın müxtəlif qida məhsulları göndərilib. Baku Əsas xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə deyib. O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yola salınıb. Qeyd edeyim ki, humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir. 9-cu 3-cü ay 2026-cı ildə keçirilən buraxılış imtahanından bu yana abituriyentlər sosial şəbəkələrdə üsyan edir. Üsyanın səbəbi isə buraxılış imtahanının keçirilməsi ilə bağlı yaranan problemlərdir. Hansı ki, onlar qeyd edirlər ki, dinləmə mətnlərini aydın şəkildə eşidə bilmirlər, suallar çox çətindir, imtahana daxil edilən suallar bizim tədris planımıza uyğun deyil. Və əlavə olaraq bəzi tələbələr də qeyd edir ki, imtahanlar o qədər çətin və qəlizdir ki, onları həmin 3 saat ərzində yazıb bitirmək, çatdırmaq mümkün deyil. Yaranan müzakirələrə Mələkə Abbaszadə belə cavab verir. Bir fakt göstərsinlər ki, suallar proqrama və dərsliyə uyğun deyil. Bu həftə ərzində də valideyn-övlad münasibətlərinə toxunacağıq. Bununla bağlı 2 xəbər diqqətinizə çatdıracağım. Xəbərlərdən biri, Gəncədə yeniyetmənin atasını güllələməsinin səbəbi açıqlanıb. Açıqlamada bildirilib ki, atası yeniyetməni dərslərini oxumadığı üçün danlayıb, nəticədə yeniyetmə əsəbləşib, aqressivləşib və aqressiyanın nəticəsində də güllələyərək atasını öldürüb. Bu bir xəbərimiz. Digər diqqətinizə çatdırmaq istədiyim xəbərim isə qanunvericilikdə yeni qayda tətbiq olunur. Övladına tərbiyə məqsədi ilə şiddət, zorakılıq tətbiq edən valideynlər cərimələnəcək. Aydan, bu məsələ ilə bağlı bir psixoloq olaraq dəyərli fikirlərini almaq istəyirəm. Mən istədim birinci növbədə siz xəbərləri çatdırarsınız, əsas xəbərləri. Şərhə keçmədən öncə, yəni psixoloji olaraq fikirlərimi bildirmədən öncə istəyirəm bir süjeti də izləyək, əhali olaraq insanların fikirlərini də öyrənmiş olaq. Hər vaxtınız xeyir, əziz Prizma izləyiciləri və studiyamızın dəyərli aparıcıları. Məlumdur ki, cəmiyyətdə baş verən hadisələr və gündəlik mövzular insanların fikirlərində müxtəlif düşüncələr yaradır. Elə isə şəhər əhalisinin fikirlərini öyrənək. Həftə ərzində hansı xəbər sizin diqqətinizi cəlb etdi? Düşünürəm ki, həftə ərzində ən böyük, hər zaman olduğu kimi ən böyük məsələ dayanır qətillərdə. Çünki biz kriminal hadisələri həddindən artıq çox eşidirik və ötən gün verilmiş qərar isə düşünürəm cəmiyyətin hamısına maraqlıdır. Dilənçiliyin birbaşa ölkəmizdə belə desək ləğv olunması, dilənçilik edən şəxslərə qarşı cinayət işinin açılması nəzərdə tutulur. Məncə bu qanun qüvvəyə mindi və hesab edirəm ki, cəmiyyətdə dilənçiliyə qarşı aparılacaq ən mühüm addımlardan biridir. Dilənçiliyin ləğv olunmasına, eyni zamanda yetkinlik yaşına çatmayan insanların dilənçiliyə cəlb olunmasına görə cəza tətbiqinə münasibətiniz necədir? O da yaxşı bir qərardır. Olmaz. Əslində uşaqlar dilənmək, nə bilim, kiminsə özünə sıxışdırıb, kimlənsə nəsə əl açıb istəməyi, əlbəttə ki, yəni bu bir mənalı şəkildə yaxşı bir şey deyil. Çünki sanki bu elə bil rahat bir biznes növünə çevrilir də. Deyirək bir iş görmürəm, əlimi açdım. Axşama kimi 20 manat, 30 manat qazandım. Tənbəlləşir, başqa bir işdə görmək istəmir. Necə ki, başqa sahələrdə insanlar baxır ki, bu rahat bir şeydir. Daha işə olan həvəs, maraq, zəhmətkeş olmaqdan başqa başlayır insan asan, sadə yollar axtarmağa, dilənmək, nə bilim, sosial şəbəkələrdə hətta bunu oxuyan başqa bir şeylər də var. Kart qoymaq, o da dilənməyin mənə görə bir növüdür. Kart qoyuram, mənə dəstək olun. Sağlam amma, əlim, ayağım sağlamdır. Sadəcə olaraq bu da asan, rahat bir şeydir. Baxır ki, hə, dəstək oldular, atdılar, 1 manat, 2 manat. O da o birisinə baxır ki, bu nə asan, rahat bir işdir. Amma əslində yəni bu düzgün bir şey deyil də.
Yetkinlik yaşına çatmayan uşaqların mən bu işi səvə-səvə etdiyini düşünmürəm. Əlbəttə ki, onları öyrədib edirlər. Ona görə də cəza olmağı, belə şeylərin yığışdırılmağı çox yaxşı olar əslində. O cəza yaxşıdır, amma mən inanmıram ki, o cəza tətbiq dövlət səviyyəsində olub yəqin ki. O cəza ilə o dilənçilik yığışa bilməz. Çünki o elə bir axındır, elə bir cərəyandır ki, bütün dünyada var. Bütün tək Azərbaycanda, yəni Bakıda deyil. Dünyanın hər hansı ölkəsinə getsiniz, orada dilənçilər görürsünüz oturur. Moskva məsəl üçün özündə yerdə otururlar. 5 küçədən, 10 küçədən birində, ya metroda, ya bayırda dilənirlər. Yəni bunu yığışdırmaq inanmıram, mümkün deyil. O dilənçi bilməyəcək ki, onun sənəti qadağan olub. O da bir sənət sayılır. Çünki düzdür, biz keçmişdə deyirdik, qaraçılardır. Onlar doğulanda anasının yanında uşaqlar gəzir, atasının yanında. Düzdür, kişiləri əsas qadınlardır. Dilənə oğlu, qızı yanında onlar da öyrədir. Onlar böyüyəndə elə bilər ki, həyat budur, dilənməklə yaşamaq olar yaxşı. Övladına zorakılıq törədən valideynlərin cəzalandırılmasına münasibətiniz necədir? Normal valideyn niyə öz evladına zorakılıq tətbiq eləsin ki? Əlbəttə ki, pisdir. Ümumiyyətlə, uşaqlar nə qədər sevgi ilə böyüsə, olan gələcək həyatına o qədər müsbət mənada təsirləyir. Mən məsəl üçün baxıram da, uşaq vaxtı döyülən, söylən uşaqların gələcək həyatında hardasa o travmalar qalır beynində, özünü tapa bilmir sanki, çətinlik çəkir. Amma sevgi ilə, əzdənə, daha mən mama uşağı kimi böyüyən uşaqlardan danışmıram. Yəni normal sevgi verməkdən danışıram. O uşaqlarda gələcəyə baxış, həyatda özünü tapmaq çox möhtəşəm olur. Bu həftə 2 cinayət hadisəsi baş verdi. 2 gənc öz valideynini qətlə yetirdi. Sizcə, gənclərin bunu etməsinin səbəbi elə onların uşaqlığından gələn aqressiv yanaşmalardan ola bilər? Əlbəttə ki, bəli. Uşaq vaxtı o aqressiyada, o ötürülən bir duyğu olduğuna görə yığılır. Elə bir həddə gəlir çatır ki, artıq sanki qisas almaq istəyir. Ondan rahatlaşır. Amma bayaqki mövzuya qayıtsaq, o sevgi ilə böyüsəydi, normal şəkildə, diqqətlə, qayğı ilə böyüsəydi, əlbəttə ki, nə onda o aqressiya yaramayacaqdır, nə də ki, kimsə öldürmək istəyəcəkdir. Əksinə, insanlara qarşı mərhəmətlə, sevgi ilə yanaşardı. Bir insan hansı, yəni psixoloji cəhətdən problemləri olmalıdır ki, o valideyn artıq öldürür. Bu, ümumiyyətlə, yəni pik həddir də, bundan o tərəfə bir şey mən təsəvvür edə bilmirəm. Onlara işgəncə vermək düzgündür. Evlatları düzgün tərbiyələndirmək lazımdır. Olan psixoloji durumu onunla pozulur. O olmaz, qəti qadağandır. O düzgün tərbiyə usuludur. O böyük bir səhvdir. Onlar özləri düzgün tərbiyə görmürlər. Ona görə də uşaqlara belə zorakılıq verirlər. Onlar düzgün tərbiyə görsəydilər, uşaqlara onlar zorakılıq verməzlər. Uşaq kimi böyüdərlər. Uşaqla lazım olanda böyük kimi danışarlar. Lazım olanda uşaq kimi. Həm uşaq özünü böyük kimi hiss eləsin, həm də yaddan çıxartmasın, hələ uşaqdır. Ona lazımdır qayğı göstərmək, tərbiyələndirmək, gələcək barəsində onunla danışmaq. Ondan indidən öyrənmək lazımdır, onun gələcək planları nədir, o böyüyəndə nə olmaq istəyir, ona kömək eləmək lazımdır. Onun nə zorakılıq, o zorakılıq eləmək o qədər adamlar var. O qədər adamlar böyle dünyada götürün, o qədər mundar adamlar var. Hələ bizim ölkəmizi istəməyən o qədər şərəfsizlər var. Hələ o zorakılıqçı, onlar məruz qalmalıdırlar, şərbi ötən atdılar bizim ölkəyə. Gül kimi ölkədə yaşayırıq da. Multikultural ölkədir. Kim nə təsir namaz qılır, kim nə təsir yaşayır, kim nə təsir bacardığı qədər dolanır. Heç kim bu ölkədə acından, tək-tük adam ola bilsin, indi dilənsin, eləsin. O da həmən adamın axmaqlığından. O adam ki deyir ki, mən işsizəm, iş tapa bilmirəm, yalan deyir. O prosta kabinetsi, kabinet hamıya qismət olmur. Kimsə fəhlə də olmalıdır, şoför də olmalıdır, aşağı işdə də işləməlidir. Əsas odur ki, İnsan səhər evdən çıxanda bilsin ki, işə gedir. Öz halal pulunu qazanır. Bu elə böyük şeydir, xanım. 20 yaşında gəncin anasını ona əsəbləşdiyi üçün, ona söz dediyi üçün öldürməsinə necə baxırsınız? Çox pis. Həddindən artıq pis. Ana müqəddəsdir. O biz analara borcluyuq. Ümumiyyətlə xanımlar olmasa biz kimə lazımıq ki? Dünya xanımlarsız olar. Yəni o düzgün cəza deyil. Cəza tədbiri deyil. Valideyn bu yolları keçir. Keşməkeşlə, əziyyətlə, indi hər nə yolla valideyn keçir.
çətinliyi də görür, asanı da görür. Heç bir valideyn evladının pisliyini istəməz. Hər halda valideyn uşağının gələcəyini düşünür. Düzgün tədbir deyil. İstəməzdik. Sorğumuzdan da məlum oldu ki, cəmiyyətdə bu mövzularla bağlı fikirlər müxtəlifdir. Fikirlər müxtəlif olsa da hər biri reallığı əks etdirir. Bizlər də gündəmin nəbzini tutmağa davam edəcəyik. Bəli, süjetə də nəzər yetirdiyimizə görə fikirlərimi bildirim. Yəni əhalinin də fikirlərindən biz görə bilirik ki, valideyn və övlad münasibətlərinə daha çox toxunublar. Həmçinin sənin də dediyin xəbərdə biz gördük. Son zamanlar biz zaten şahid oluruq ki, yeniyetmələr, daha çox da 15-16 yaşdan yuxarı olan uşaqlar cinayətə meyilli olurlar, cinayət törədirlər. Bunların səbəbləri təbii ki, onlarda yaranan müəyyən bir aqressiyalardır. Bu da ailə daxili olan münasibətlərdən asılıdır. Bəzən süjetdə də biz gördük ki, insanlar valideynlərin də tərəfində oldular, uşaqların da tərəfində oldular. Burada əslində haqlı və yaxud da haqsız tərəf yoxdur. Sadəcə olaraq ki, əvvəldən o təməl nöqtə ki var, o təməl hissə yanlış olanda artıq inkişafı da yanlış şəkildə formalaşmış olur. Misal üçün, biz hər zaman nəyə görə ailələri vurğulayırıq? Çünki ailə bir övladın inkişafında, şəxsiyyət kimi inkişafında ilk təməl nöqtəni atan strukturdur, mən deyərdim, sistemdir. Sistemin ilk başlanğıcı oradan gəlir. Əgər sistemin başlanğıcında bir yanlış varsa, onun artıq sonuna yaxında, ortalarında da birdən çox yanlışları da biz görə bilərik. Bunlardan hətta ən böyük yanlışlardan biri də cinayət törətmələrdir. Çünki artıq uşaq o qədər son həddə gəlir çatır ki, onun düşüncəsində təbii ki, müəyyən, bəlkə də bizim fikrimizlə baxanda o yaşadığı hadisələr, o düşündüyü düşüncələr, duyğular o qədər də böyük və yaxud da deyirlər, hər kəsin dərdi özünə böyükdür misalı. Bu tərəfdən baxsa bizə elə də çox böyük bir şey kimi gəlməyəcək. Amma o uşaq üçün o daha böyükdür. Bu da nədən yaranır? Yığılmış duyğulardan, görülməmiş düşüncələrdən, qərarlardan, istəklərdən, o qədər artıq uşaq öz daxilində duyğusu olsun, fikirləri olsun, istək və arzuları olsun bastırır ki, bu da artıq bastıra-bastıra, yəni müəyyən bir qab belə təsəvvür etsək, müəyyən bir həcmdədir zaten. Ondan sonra isə o artıq daşmış olacaq. Və eynilə də o uşaqlarda da bu cürdür. Aqressiyanı kimdən öyrənir? Valideynlər öyrənirlər. Misal üçün, adi tərbiyə metodlarında valideyn deyir ki, yalan danışma, xəbərçilik etmə. Bu anlayışı sən ilk olaraq ona öyrədirsən ki, valideyn özü yalan danışır, özü xəbərçilik edir. Bəli, bundan əlavə də, yəni uşaq hələ bilmir yalan nədir, xəbərçilik nədir və yaxud da digər pis vərdişlər nədir. Ata övladına, oğul övladına deyir ki, siqaret çəkmə. Amma özü çəkir. İçki içmə. Hə, həm özü edir, həmçinin də deyir ki, bunu etmə. Niyə etməsin? İzah yoxdur ortada. Ortada əgər bir izah yoxdursa, yəni təkcə bu valideyn övlad münasibətinə aid deyil. Qarşımızda kim olursa olsun, fərqi yoxdur. Biz ona bunu etmə belə deyiriksə, mənə bu cür davranma, mənə bu cür hiss etdirmə desək, o daha çox onu hiss etdirəcək. Nəyə görə? Psixoloji olaraq biz buna baxsaq, misal üçün Murad, mən sənə deyəcəm ki, Murad, bu qələmi çox qoru. Ehtiyatlı ol, bu qələm mənim üçün çox dəyərlidir, mənəvi dəyəri var. Sən bunu qoruyacaqsan, amma qoruduğun üçün belə zərər verəcəksən buna. Ehtiyatsızlıqdan deyil. Həddindən çox məsuliyyət hiss etdiyin üçün ətrafda da görməli olduğun şeyləri artıq görə bilməyəcəksən. Görmədiyin üçün də, misal üçün, sən qarşıya gedəndə ayağının altına baxmayıb daş ola bilər. O daşa ilişib yıxılaraq bu qələm də sənin əlindən düşə bilər. Yəni bu cür. Bəli, yəni görməli olduqlarımızı da görməliyik. Mən gözümü bağlayım, təkcə bu qələmi mən qoruyum, xeyr. Bu qələmin ətrafında nələr varsa onu da qorumağı bacarmalıyıq. Yəni biraz valideyn və övlad münasibətindən daha çox şaxələndi. İstəyərdim bu münasibətlərlə bağlı sizin də fikrinizi alım. Daha sonra isə biraz, çünki çox geniş bir mövzudur bu. Cinayət hadisələri var. Hətta Sevincin də qeyd etdiyi kimi, yəni ikinci xəbərdə qanun da qərar qəbul ediblər. Bir də ona da toxunarıq. Öncəliklə Murad, sənin fikrini alım. Bu arada diqqətinizə çatdırım ki, qanunvericilikdə öz əksini tapan bu yeni qanun təkcə valideynlərə yox, həm də müəllimlərə şamil olunur. Düşünürəm ki, bu qanuna əsasən biz artıq məktəblərdə rol model müəllim görə bilərik və yaxud da bir model müəllim
tələbə-müəllim-şagird münasibətində görə bilərik. Mən bu barədə çıxışımı biraz sərt şəkildə ifadə edəcəm. İdidən üzr istəyirəm. Biz insanları heyvanlardan fərqləndirən ikincili siqnal sistemimiz, yəni nitqimizdir deyə düşünürəm. Bəlkə də mən səhv bilirəm. Uşaqları döyərək, incidərək, söyərək, üzr istəyirəm ifadəmə görə, amma bir heyvan kimi tərbiyə etməkdənsə, onları izah edərək, anlayaraq, dinləyərək tərbiyə etmək daha yaxşıdır. Mən bu mövzu ilə bağlı müəllimlərdən də fikirlərini almışam. Hansı ki, ibtidai sinif müəllimləridir. Deyirlər ki, başa düşə bilmirəm ki, bu uşaqlar bu yaşlarında bu nalayiq ifadələri, bu hərəkətləri hardan öyrəniblər? Bəli, mən də sual verirəm. Hardan öyrəniblər? Sosial şəbəkələrdən, ailədən, məktəbdə. Uşağın ola bilər öz ailəsində bu kimi problemlər yoxdur. Amma bu uşaq məktəbə gəlir. Sinifdə olan digər uşaqların ailələrinin hamısının tərbiyəli olduğunu siz hardan bilirsiniz? Digər ailədə olan problem bu uşağın da başqa uşağın ailəsində olan problem əlbəttə ki, bu uşağa da yansıyacaq. Əlavə etmək istəyirəm ki, uşaqlar heç nəyi özlərindən öyrənmirlər. Yəni dünyaya gəldiklərində bu pis vərdişləri, nalayiq ifadələri, hərəkətləri öyrənərək gəlmirlər. Bunları sonradan qazanırlar. Sonradan qazanmamaqları üçün düzgün tərbiyə metodu şərtdir. Ana bətindən öyrənmir dedin. Xeyr, əslində elə ana bətindən öyrənir. Uşaq tərbiyəni də, duyğuları da ana bətindən öyrənir. Belə izah edeyim ki, psixologiyada da belə bir şey var. Şuuraltı ana bətnindən artıq inkişaf etmiş olur. Və şuuraltı elə bir funksiyaya sahibdir ki, orada bizim ağıl edə bilməyəcəyimiz hər şey var. Biz bildiyimiz kimi psixologiya ruhu öyrənən elmdir. Uşağın da inkişafı, yəni daha öncəki indi siz buna inanırsınızmı, inanmırsınızmı bilmirəm, amma biz psixoloq olaraq hər kəsə aid etmirəm. Yəni fərqli olaraq seçimlər də təbii ki, dəyişə bilər. Ruhlar ölümsüzdür. Yəni o ruhun yaddaşı belə şuur altında qalır. Adi biz hər hansı bir yerə gedəndə, məkana gedəndə bura mənə sanki tanış gəlir və yaxud da sanki bu hadisəni yaşamış kimi hiss edirəm. Bəli, dejavu adlandırırıq bunu. Eynilə də ruhun da yaddaşı var. Həmin o şuuraltıda da ruhun yəni daha öncəki həyatlarında və yaxud da daha sonra yaşayacağı həyatında olsun, fərqi yoxdur. O şuuraltında hər bir yaşantı yığılır qalır. Mən hər zaman şuuraltını o galaktikada qara dəlik ki var, o qara dəliyə hər zaman bənzədirəm. Çünki qeyri-ixtiyari olaraq hər şeyi biz beynimizdə çəkirik özümüzə. Sanki bir yəni o qara dəlik necə ki, ətrafına yaxınlaşan kimi özünə, öz daxilinə çəkir bunu. Mənfisi ilə müsbəti ilə. Bəli, mənfisi ilə, müsbəti ilə. Artıq o şuuraltında olan hər bir şey də bizim davranışlarımıza təsir etmiş olur, düşüncələrimizə təsir etmiş olur. Üzr istəyirəm, həmçinin duyğularımıza da təsir etmiş olur. Aydan Murad qeyd etdi ki, mənfisi ilə, müsbəti ilə. Bəs niyə xoş xatirələrimizi o qədər xatırlamırıq? Amma ayağımıza bir daş dəyən kimi o şuuraltı onu özünə qəbul edir və böyüdür, problem edir. Bəli. Çünki insanlar komfort zonasına çox öyrəşirlər. Deyə bilərsiniz ki, müsbətin nəyi pisdir ki, komforta aid olunmur. Biz psixoloji olaraq diqqət etsək, insanlar daha çox mənfi olan hadisələrə daha çox fokuslanırlar. Və mənfi hadisələr sanki bu hər kəsə şamil deyil, həmçinin mənfi hadisələr belə insanları bəzən qidalandırır. Hansı ki, problem adlandırdığımız hadisələr ki var, onlar bugünkü mənimizi yaradır. Öyrəşmişik insan olaraq şikayət etməyə, daima bir hadisənin üzərində fokuslanıb onu düşünməyə, digər az öncə nə dedim, görməli olduqlarımızı belə görmürük. Ancaq bir hadisənin üzərində fokuslanırıq. Ətrafda nə baş verir, necə oldu, əslində oradan bizim qazancımız nə oldu, biz onu görə bilmirik. Mən buradan izləyicilərə də deyərdim ki, əgər hər hansısa bir problem dediyiniz hadisə varsa, sadəcə kənardan durub sual verin. Buradan mən nə öyrənirəm? Bu hadisə mənə nəyi göstərmək istəyir? Bu sualları verdikdən sonra beyninizdə yaranan o cavablar ki var, əslində elə hadisənin sizə olan müsbət tərəflərini də görmüş olacaqsınız. Necə deyiblər? Hər işdə bir xeyir var. Eynilə də burada da heç bir hadisə də mənfi deyil, heç bir hadisə də tamamilə müsbət deyil. Sevincindən belə ölən insanlar var. Az şahid olmamışıq. Bəli, əlbəttə. O həddindən artıq çox yaşayır onu və artıq bu ölümlə nəticələnir. Bu müstəvidə mənim də Platonun çox sevdiyim bir sitati yadıma düşdü. Platon deyir ki, uşaqların qaranlıqdan qorxmasını başa düşmək olar. Həyatın gerçək faciəsi böyüklərin işıqdan qorxmasıdır.
İndi biz böyüklər nə qədər ki işıqdan qorxacağıq, uşaqların da qaranlıqdan qorxması bir o qədər labüdləşəcək. Mən sizə növbəti xəbərə keçid etməzdən öncə biraz əvvəl haqqında məlumat verdiyim digər bir xəbərimizə qayıtmaq istəyirəm. Hansı ki, qeyd elədim ki, dilənçiliklə məşğul olmağa görə cərimə artırılır. Bununla bağlı süjeti də izlədik və elə bu hadisə ilə bağlı mən istərdim həmkarlarımın da fikirlərini alım. Buyurun Aydan xanım. Eynilə Murad, biz süjetdə də elə şahid olduq ki, qeyd etmişdilər ki, uşaqları dilənçiliyə sövq edirlər. Təbii ki, bu məcburiyyətdir. Uşaq birinci növbədə biz hər zaman nə demişik, böyüklərindən öyrənir. Duyğu olsun, davranış olsun, hər şeyi valideynlərindən və yaxud da hər hansısa bir böyük bildiyi şəxsdən öyrənmiş olur. Və onları da sövq edən kimlərdir? Eynilə də dilənçilik edən xanım və bəylər. Dilənçilik edən şəxslər əslində psixoloji olaraq bu həyata öyrəşiblər. Müəyyən bir müddət bunu etdikdən sonra isə biz necə ki hazırda aparıcı olaraq biz burada kamera qarşısında əyləşmişiksə, biz bunu necə peşəmiz olaraq görürüksə, eynilə də onlar da bu dilənçiliyi öz peşələri kimi görürlər. Bundan utanmırlar, çəkinmirlər, hər hansı bir rahatsızlıq belə duymurlar. Yanlış anlama ifadəmi Murad və Sevinç. Yəni mən sizə desəm ki, get dilənçilik et, pul qazan, bu sənə bir ayıb olaraq gələcək. Utanacaqsan, deyəcəksən ki, mən necə edə bilərəm, aparıcıyam axı. Hə, bəli. Yəni bunu qəbul etməyəcəksən. Amma onlar artıq belə deyim də, insan gözünü hansı mühitə açırsa, o mühiti doğru şəkildə qəbul edir. Biz hazırda olduğumuz mövqeyə əsasən bir başqasının yuxarıda və yaxud da aşağıda olması baxımından demirəm, yəni təbəqələşmək baxımından nəzərdə tutmuram. Mühit dəyişikliyi. Mühitini qəbul etməyə bilərik. Onun baxış bucağını biz qəbul etməyə bilərik. Bizə qəribə gələ bilər və yaxud da bu necə insandır deyə bilərik. Əslində biz onları heç bir zaman qınamamalıyıq. Çünki insan ən çıxılmaz, aciz vəziyyətdə ən son ata biləcəyi addımı belə atar. Yəni həyatda yaşamaq üçün insan hər şey edər. Sırf yaşaya bilmək üçün. Çünki əslində bu yaxşı bir şeydir, bir ümiddir, bir işıqdır. İnsanın ümidi öləndə ən son artıq o ümid işığı deyirlər. O ümid belə bitəndə həyatda yaşamaq eşqi belə ölür. Çalışaq ki, həyatda yaşamaq eşqimizi daima canlı tutaq. Mən sənin son fikrinlə razıyam Aydan, amma qeyd etmədən keçə bilməyəcəm ki, insanlar əziyyət çəkərək bu gün 9-6 rejimində işləyərək özlərinə, şəxsi həyatlarına vaxt, zaman belə ayıra bilmədən işləyib pul qazanırlar. Ona görə qazanmırlar ki, bu pulu yolda gedəndə hansısa əli ayağı tutan işləməyə imkanı olub, amma kefindən işləməyən, adət-ənənələri bunu tələb edir deyə dilənən insanlara öz əməklərinin, əziyyətlərinin bəhrəsini versinlər deyə düşünürəm. Ona görə mən elə bu qərarın tamamilə tərəfindəyəm. Yaxşı ki, çıxarılıb. Aydan, mənə çox maraqlı bir sual var. Onun cavabını düşünürəm ki, elə ən yaxşı psixoloq verə bilər. Səncə bu proses necə baş verir ki, biz dilənçilərə sanki dilənçilər bizi manipulyasiya edirlər və istər-istəməz onlara pul veririk. Bayaq Sevinç dedi ki, 9-6 iş sistemində işləyirik, pulu qazanırıq, niyə verək? Amma gəlin qəbul edək ki, bir çoxumuz elə yolda dilənçi görəndə o pulu ona veririk. Ən gözəl manipulyasiya növü duyğusal manipulyasiyadır. Yazığı gəlmək, vicdan əzabı hiss etdirmək, yəni duyğusal bir yük yükləyirsən artıq o qarşı tərəfin üzərinə. Bunu təkcə dilənçilər yox, mən deyərdim cəmiyyətdə əksər insanlar edir, öz mənfəətini güdən insanlar. Dilənçilər də eynilə öz mənfəətini güdür. O onu qazanmaq istəyir, o pulu qazanmaq istəyir və bunun üçün də manipulyasiya etmək məcburiyyətindədir. Necə dedim az öncə, bəzən insanlar həyatda qalmaq üçün ən son atacağı addımı belə atar. Onların da etdiyi ən məşhur manipulyasiya növlərindən biri, dediyim o duyğusal manipulyasiyadır və misal üçün yolda gedirik, qarşımıza bir dilənçi çıxır, vermək istəmirik o pulu, amma biraz keçəndən sonra sanki bir içimizdə bir burxulma yaranır. Vicdan. Hə, o vicdan hissi yaranır ki, niyə vermədim görəsən? Və bizə mentalitet olaraq da, mentalitet olmasın, yəni tərbiyə olaraq da hər zaman nə öyrədilib? Kömək edin. Xeyirxah olun, zəhmətkeş olun,
fəda edin. Müəyyən dərəcədə bəli, yaxşıdır. Amma mən şəxsən belə deyərdim ki, indiyə kimi dilənçilərə pul verməmişəm. Nəyə görə verməmişəm? Çünki mən hardan bilə bilərəm ki, verdiyim pul ona fayda verəcək, yoxsa zərər verəcək? Yaxşılıq adı altında pislik etmiş olacaq. Aydan, burada sənin sözünü kəsib yaşadığım bir hadisəni danışmaq istəyirəm. Bir an xatırladım. Bir dəfə yolda gedərkən bir nəfər belə deyim də dilənçi xanım idi. Pul istədi və mən də ümumiyyətlə mən də vermirəm pul. Baxdım və dedim ki, yoxdur. Bir addım ondan o yana atdım və arxamca bəddualar etməyə başladı. Pul istəməmişdən öncə xeyir dua verib pul istəyən şəxs pulum olmadığını eşidəndə bəddua etməyə başladı. Sanki bir U dönüşü oldu. Bəli, U dönüşü etdi. Eyni zamanda da diqqətinizə çatdırmaq istəyirəm ki, əgər əməyi ilə bir şey satırsa, pul vermək istəyirsinizsə, kömək etmək istəyirsinizsə, buradan insanlara da səslənirəm. Metroların çıxışında soyuq demədən, qar demədən, yağış demədən, əziyyəti ilə, əməyi ilə gül satan, nəsə tikib, hörüb satan, düzəldib satan, o qədər belə deyək də, yaşlı insanlarımız, hətta bəzən uşaqlarımız belə var. Əgər kömək etmək istəyirsinizsə illaki onlara etsəz, mən düşünürəm ki, daha yaxşı olar. Nəinki özü sizin kimi işləmək imkanı var, amma yenə deyirəm, kefindən işləmir, rahat olmaq istəyir və gəlib sadəcə sizdən pul istəyir. Nəinki o insanlara kömək etmək. Və burada bir şey də əlavə etmək istəyirəm. Sevinç, bəzən insanlara yazığımız gəlir, kömək edirik. Amma bu həyatda heç kimə yazığımız gəlməməlidir. Yəni bunu bir vicdansızlıq, canilik kimi görülməsin. İnsanlara nə qədər yazığımız gələrsə, biz onun zərərini çəkmiş olarıq. Məsəl üçün, əmək qarşılığında hər hansısa bir biz ona nə isə verə bilərik. O manipulyasiya edərək sadəcə oturduğu yerdə bir qazanc əldə edirsə, artıq burada o balans pozulur. Balans pozulduqda da artıq bizə mənfi təsir etmiş olur. Sanki biz ona təkcə pul vermirik. Öz qazancımızı da belə, yəni təkcə maddi qazancı nəzərdə tutmuram, mənəvi belə olan qazancımızı biz ona vermiş oluruq havayı yerdə. Elə burada sənə öz fikrinlə cavab vermək istəyirəm. Aydan, sən həmişə deyirsən ki, bu həyatda heç kim yaşamamalı olduğu heç nəyi yaşamır. Əgər yazıq adlandırdığımız vəziyyətə düşübsə bir insan, demək ki, oradan öyrənəcəyi bir dərs var. Layiqidir yox, oradan öyrənəcəyi bir dərs var. Bu əsnada Ramiz Rövşənin çox sevdiyim bir sözü yadıma düşdü. Şair deyir ki, mən elə bilirdim bu dünya ilə vuruşmaq çətin imiş. Sən demə bu dünya ilə çətin olan barışmaq imiş. Bəzən həyat bizi heç gözləmədiyimiz yollara salır və o yollarda irəliləmək məcburiyyətində qalırıq. Artıq yolun sonuna çatanda kim olduğumuz və hansı xarakterə büründüyümüz məlum olur. Növbəti xəbəri təəssüf hissi ilə diqqətinizə çatdırmaq istəyirəm ki, tanınmış Türkiyəli professor, alim İlbər Ortaylı 13 mart 2026-cı il tarixində vəfat edib. Buradan bütün türk xalqına başsağlığımı diləyirəm. Necə deyərlər, bəzi insanlar ölümsüzdür. Mən düşünürəm ki, o insanlardan biri də elə İlbər Ortaylı idi. İndi isə dünyada baş verən hadisələrlə qarşınızdayıq. Dünya gündəmindən bir neçə xəbəri diqqətinizə çatdıracağam. Ərdoğandan İrana sərt xəbərdarlıq. Türkiyənin hava məkanı F-16 qırıcıları ilə qorunur və fevralın 28-dən hava hücumundan müdafiə sistemləri də fasiləsiz fəaliyyət göstərir. Empa TV xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə Türkiyənin sərhədləri ordunun 60 min şəxsi heyəti tərəfindən mühafizə edilir. Martın 4-də İrandan buraxılan və İraqla Suriya hava məkanını keçəndən sonra Türkiyəyə istiqamətlənən raket NATO tərəfindən zərərsizləşdirilib. İran bununla bağlı bütün etirazlar çatdırılıb. Amma səmimi xəbərdarlıqlarımıza rəğmən hələ də Türkiyənin dostluğunu çətinləşdirəcək təxribatçı addımlar atılır. Uzunmüddətli qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır. Biz daha çox qan tökülməsinə qarşıyıq deyə Türkiyə prezidenti qeyd edib. Milli Məclisin keçirilən son iclasında 2025-ci il ərzində göstərilən fəaliyyətlərin hesabatları tətbiq olunub. Hesabatlarda qeyd olunub ki, ötən il 40 uşaq himayədar ailə yanına yerləşdirilib. Rəylərdə isə mənim diqqətimi cəlb edən insanların 11 milyon əhalisi olan bir ölkədə nəyə görə il ərzində sadəcə 40 uşaq himayədar ailə yanına yerləşdirilə bilib şərhləri idi. Haqlıdırlar. Mən öz fikrimi səsləndirməliyəmsə əgər, deyərdim ki, buna səbəb bizim ölkəmizdə olan milli, mənəvi dəyərlərimiz, mentalitetimiz ola bilər. Hansı ki, düşünürlər ki, mənim qanımdan deyilsə,
uşaq mənim deyil. Mən niyə götürüb onu saxlamalıyam kimi düşünürlər. Aydan, bir psixoloq olaraq sənin fikirlərin mənə çox önəmlidir. Müəyyən dərəcədə haqlısan Sevinc, amma o rəydə mən bir şeylə razı deyiləm ki, çünki o 11 milyonun hər biri evli deyil. Evlilikdən əlavə hər biri də uşaq sahibi olmaq istəmir. Biz statistikaya baxsaq da evlilik sayı da son zamanlar azalıb, boşanma sayı da artıb. Uşaq sahibi olmaq istəməyənlər də, çünki son bir neçə ayda mən adi müsahibələrə belə diqqət yetirirəm ki, müsahibə alanda belə niyə görə gənclərimiz evlənmək istəmir, niyə gənclərin uşaq sahibi olmaq istəmir? Boşanmaların sayı niyə Bəli, artıb? boşanmaların sayı niyə artıb? Yəni ailə institutu mən deyərdim ki, inkişafı artıq getdikcə azalmış olur və o anlayış da sanki zədələndiyinə görə həmin o himayədarlıqla da bağlı mən o fikirlə razı olmayacağam. Çünki bu bir seçimdir. Uşaq sahibi ola bilənlər, olmaq istəməyə də bilərlər. Uşaq sahibi olmaq, evlilik həyatı qurmaq bir hazırlıqdır mərhələsidir. Yəni psixoloji olaraq birinci növbədə insan şəxs olaraq, yəni öz düşüncəsinə, duyğularına baxaraq qərarını verməyi bacarmalıdır ki, sonrakı növbədə artıq özünə sual verəndə ki, mən evlənə bilərəmmi? Mən ailə həyatı qura bilərəmmi? Bu suala əgər hə cavabını rahatlıqla verirsə və yaxud da hə cavabı verəndən sonra içində hər hansı bir narahatlıq və yaxud da o məsuliyyətdən qorxu, gərginlik yaranmırsa, deməli bəli o şəxs evlənə də bilər, uşaq sahibi də ola bilər. Yəni bir sözlə də əgər bu insanlar adi o himayədarlıqla da bağlı olsun, bir uşağı himayə götürəndə valideynlərin belə psixoloji olaraq check-up olunmalıdır. Uyğundurlarmı onlar bu uşağı götürməyə və ya o uşaq o ailə üçün uyğundurmu? Onun psixologiyası, çünki psixologiyalar bir-birinə zidd olanda orada həmin o ailə daxili konfliktlər daha çox ola bilər. Bir-birlərini bir ailə olaraq qəbul etməyə bilərlər. Nə o övlad ana-ata olaraq qəbul edəcək, nə də o ana-ata o övlad olaraq qəbul edəcək. Aydan, mənim narazılığım valideynlərin övlad sahibi olub-olmaması, bu seçimi edib-etməməsindən daha çox səsləndirdiyim fikrə idi. Yəni hansı ki, mənim qanımdan deyilsə, mənim uşağım deyil, mən ona necə baxa bilərəm? Və yaxud da illaki kiminsə ağzından eşitmisiniz. Deyir ki, mənim övladım öz övladımdan başqa digər uşaqlar mənə şirin gəlmir, gözəl gəlmir. O mənim balamdır deyə mənə gözəl gəlir. Söhbət uşaqdan gedirsə əgər bizim onu özümüzünkü və yaxud da bizimki deyil kimi ayırmağımız düzgündürmü? Buna psixoloji tərəfdən belə toxunacağam. Biz bilirik ki, fərd olaraq dünyaya gəlib şəxsiyyət olaraq formalaşırıq. Bəli. Fərd olaraq dünyaya gəldiyimiz zaman burada təkcə ailə deyil, yəni sosial faktorlar da var, hətta bioloji faktorlar da var. Bioloji faktorların da rolu çoxdur. Çünki bu bioloji ilə sosial bir-birinə əlaqədardır. Yəni bir-birinə sanki paralel şəkildə idarə edirlər. Bir-birlərinə nələrsə öyrətmiş olurlar. Bu bioloji faktorla sosial faktorları bərabər saxlasaq, yəni paralel şəkildə irəliləsə, şəxsiyyət də sağlam şəkildə inkişaf edər. Bioloji faktorların da rolu hər bir fərddə çox böyük bir rol oynayır. Mənim qanımdan deyil, nəyə görə deyirlər? Məsəl üçün, irsi olaraq keçən xəstəliklər belə var. İrsi olaraq biz daha öncəki xəbərdə nə dedik? Ana bətnindən övlad öyrənir çox şeyi. Yəni təkcə tərk etmələri olmasa, sığınacağa da bəzən məcburiyyət qarşısına qalıb övladlarını buraxmalı olurlar. Bu zaman ərzində bir başqalarının da bunu qəbul etməməsi əslində normaldır. Yəni yenə də ən başda dediyim kimi bu bir seçimdir. Biz kiməsə məcbur edə bilmərik ki, əhali sayına baxsaq siz 40 dənə deyil, 1000 dənə, hətta 1000-dən çox uşaq himayəyə götürə bilərsiniz. Bu övladı belə böyüdüb başa çatdırmaq, el arasında desək, bir məsuliyyət tələb edir. Hətta bir başqasının uşağını böyüdüb saxlaması, bəli, 2 qat bir məsuliyyət tələb edir. Həmçinin bunu bəzən insanlar nəyə görə qəbul etmir? Birdən mən böyüdərəm, ona bağlanaram, daha sonra isə o öz doğma ana-atasını tapar, məni tərk edər. Burada artıq psixoloji olaraq biz görsək, tərk edilmə qorxusu olur onda. El arasında mental olaraq da o müəyyən bir stereotiplər var ki, ögey anadırsa, ögey atadırsa, hətta o məşhur filmdə də, Ögey ana filmi. Bəli, Ögey ana filmində də biz görə bilərik ki, necə İsmailin nənəsi necə anasının üzərinə düşür, onu daima bir sanki
narazı baxışlarla baxır, hər bir davranışını nəsə yanlış görür. Yəni, əslində o ana İsmailin yaxşılığını istəyir. Yaxşı olması üçün, oxuması üçün idi. Daha sonra da təbii ki, yəni qarşılıqlı şəkildə anlaşırlar. Biz bəzən psixoloji baxımdan da bunu qeyd edirik ki, arada bir bağ var. Ana ilə övlad arasında kəsilə bilməyəcək bir bağ olur. Övlad ana bətnində necə cif vasitəsilə anaya bağlıdır. Eynilə də o övlad o uşaq dünyaya gələndən sonra cift kəsilsə də, ruhsal olaraq o bir bağ olur. Himayəyə götürən şəxslər də içlərində çox normal olaraq bir qorxu olur ki, birdən məni atıb gedər. Əslində sosial münasibətlərdə də belədir. Bir güvənmək qorxumuz olur haqlı olaraq. Necə deyərlər, bir insana güvənmək silahı ona vermək kimidir. Mərddirsə o silahla səni qoruyacaq, namərddirsə o silahla səni vuracaq. Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetində məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədi ilə giriş-çıxış, o cümlədən tranzit məqsədi ilə giriş-çıxış 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunub. Sevgi hər yaşda gözəldir. Nə demək istədiyimi videonu izlədikdən sonra anlayacaqsınız. Mən bu görüntülər qarşısında şərh verməyə sözlər tapa bilmirəm, ona görə də çıxışı aydana buraxıram. Hər zaman müzakirə obyekti olan, cavabı tapılmayan sevgi anlayışı kiminə görə duyğudur, kiminə görə isə bir ehtiyac sayılır. Həssas olan insanlar üçün psixoloji cəhətdən baxanda sevgi duyğu sayılır. Amma rasionallığı, məntiqi seçən insanlar üçün isə bu bir ehtiyacdır. Əslində isə sevgi həm ehtiyac, həm də duyğudur. Hətta deyərdim ki, ehtiyacdan yaranan duyğudur. Mənim fikrimcə isə sevgi fırtınalı bir dənizdə yelkənsiz qayıq olmaqdır. Bu dəniz, bu külək bəzən bizi istədiyimiz adalara, istədiyimiz sahillərə aparıb çıxarır. Bəzən isə heç gözləmədiyimiz kimsəsiz adaya sürükləyib aparır. Vahid Əzizin də dediyi kimi, birinin başına bəla olan yar başqa bir sevgiyə tac ola bilər. Sevgi elə bir məfhumdur ki, bəzən biz insanlar onun qarşısında aciz qalırıq deyirəm və dostlar söz sizdə. Prizmadaydınız. Dünya və ölkə gündəmində baş verən əsas hadisələrin icmalını bizdən dinlədiniz. Elə bu yerdə Murada və Sevincə gündəmdə baş verən bütün xəbərləri çatdırdığına görə təşəkkür edirəm. Və elə son xəbərdə də necə sevgi ilə bitirdiksə, sizlər də sevgi ilə qalın. Gələn həftə görüşmək ümidi ilə.